Bakıda gənc qızın faciəvi ölümü qeydə alınıb. Hadisə paytaxtın Xəzər rayonu Qala qəsəbəsi ərazisində baş verib. Ajansas xəbər verir ki, qəsəbə sakini 25 yaşlı Əminə İsmailovanın yaşadığı evdə qəfil halı pisləşib. Yaxınlarının verdiyi məlumata görə gənc qızın vəziyyəti qısa müddətdə ağırlaşıb və dərhal təcili tibbi yardım çağırılıb. Əminə İsmailova xəstəxanaya aparılmaq üçün təcili tibbi yardım avtomobilinə yerləşdirilsə də, yolüstü dünyasını dəyişib. Həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Hazırda mərhumun ölüm səbəbi dəqiq məlum deyil. İlkin ehtimallar irəli sürülsə də, hadisənin əsl səbəblərinin müəyyənləşdirilməsi üçün müvafiq qurumlar tərəfindən araşdırma aparılır. Ölümün səbəbi tibbi ekspertizanın rəyindən sonra açıqlanacaq. Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma davam etdirilir. Hadisə ailə üzvləri və yaxınları arasında dərin üzüntüyə səbəb olub.